Salam dostlar. Bugün çox vacib bir mövzu haqqında danışmaq istəyirəm. Özümə də aiddir. Neçə gündür, demək olar ki, 8 gündür səhv edirəmsə, video paylaşmıram burada, YouTube-da. Halbuki demişdim ki, özümə hər gün ən azı bir video paylaşacağım, amma neçə gündür demək olar ki, içimdə həvəs yoxdur, motivasiya yoxdur. Və elə mövzu da üstünə düşdü. Mövzu seçəndə dedim, elə öz yaşadığım bir situasiyadan çəkim ki, həm də yəni təcrübəm var da deyə bilərəm. Bir çox insan deyir, məndə motivasiya yoxdur. Amma həqiqət budur ki, motivasiya sadəcə prosesdə gəlir. Necə? Sən bir şey etmək istəyirsən, gözləyirsən ki, ilham gəlsin içərdən nəsə, mən vdохновение və yaxud da ki, başqa bir nəsə gözləyirsən də, indi hər kəsdə bu individualdır. Amma və o sədə mane olur. Məsələn, orada tələ oradadır ki, sən onu gözləyirsən ki, okey, bu gələcək, mən oturacam, video çəkəcəm. Nəsə içimdə olmalıdır ki, mən oturum o kitabı oxuyum. Və yaxud da ki, mən oturum bunu edim, bitim. Yəni, nəsə içərdən gəlməlidir. Və biz ona bağlanırıq və o olmayanda o hərəkəti də etmirik. Misal üçün, mən 8 gündür video paylaşmırdım. Deyim, məsələn, bugün paylaşaram, sabah yağış yağdı, bugün külək var çöldə, nə bilim, yəni, 1000 dənə beynimə şey gəlirdi. Yəni, mən əslində çöldə çəkmək istəyirdim ona görə. Dedim, bu şey olmasın da, yəni, nə qədər olar evdə, stol qarşısında. Bir gün yağış yağdı, dedim, mən heç də olmaz. Sabah hava yaxşı olar, çəkərəm. Sonra nə bilim, külək, bugün misal üçün külək var. Hər gün nəsə bir şey baş verirdi. O birisi gün yorğun gəldim işdən. Hər gün yeni bir şey. Hər gün nəsə bir şey tapırdım ki, oturub çəkməyim də bu videonu. Yəni, sonra emosional halım yoxdur, bəs insanlar mənə baxır, məndən necə motivasiya alacaqlar, əgər mən özüm yorğunamsa, özümün enerjim yoxdursa, beyin 1000 dənə şey gətirirdi. Ki, oturub onu bu stolun qarşısında, o dəftərin notunu alıb, onu 2-4 tane not bəsdir də, yəni bildim ki, bu mövzu. Onu eləmirdim. Yəni, biz nə dərdi? Biz bağlananda o motivasiya dediyimiz şeyə, o da gəlməyəndə, onda elə bəlkə bir 10 il, 15 ildə uzadacaq o prosesi oturub eləməyin əvəzinə. Burada bu səhvi etməyin. Yəni, bir şey unutma, mükəmməl olmaq lazım deyil. Bəzəmiz həddən artıq perfeksionistdir. Mən bunu eləməliyəm ki, mən bunu eləməliyəm ki. Arkadaş, yox. Kimsə nə deyib ki, perfeksionist olmalısan? Elə də, məndə belə alınır video çəkməyə. Mən belə çəkirəm videonu. Kimisə bəyənəcək, kimisə bəyənməyəcək. Konuşacaq bəyənməyən insan deyəcək ki, bu nədir? Bəyənən insan deyəcək ki, halal olsun. Oturub mən ona fokuslansam ki, mən bunu perfect çəkməliyəm. Super location eləməliyəm, arxam, nə bilim, dəniz, mənzərəli falan, yəni. Oturub ona köklənsəm, onda mən hər gün nəyisə yeni bir şey görəcəyəm ki, hava yaxşı olsun, yağış yağmasın, günəş buradan çıxsın, location belə olsun. 1000 dənə şey gətirəcəm. Yəni, vacib olan bizi nədir, əzizlərim? Mən bunu başa düşdüm. Vacib olan odur ki, hər gün kiçik də olsa, irəli getmək. Yəni, hər gün nəsə balaca bir şeydən eləmək də, yəni, okey, indi bu video yaxşı alınmadı. Tamam, okeydir. Normaldır, yəni, yaxşı da olmayacaq. İşıq nəsə səhv düşəcək, oturub indi fikirləşirəm ki, neçə günü softbox almalıyam da, softbox bilsizdə, yəni, işığı yaxşı düşsün, üzüm kölgəli görsənməsin. Yəni, gör elementar şeylərə mən köklənirəm. İnsan heç bir fərqi yoxdur. Mən baxan zaten mənim verdiyim dəyərli informasiyanı məndən alacaq. Onun heç vecinə deyil, Kamran orada necə görsənir. Kamranın
üzərinə işıq düşür, ya düşmür, üzüm kölgəlidir burada, kölgəlidir, ya saqqalım belədir, ya saçım belədir. Elementar şeylər takılanda töklədimişkən, mən onda gərək heç gün video çəkməyim. Əvvəl bu qadınlarda belə idi, indi kişilərdə elementar şeylər takılır. Hə, saqqalım belədir, qaşım belədir. Demirəm, mən elə olmamışam, mən də eləyəm. Mənim aynı saqqalım pisdir. Pis ki, mən saçım belə viddadır. Yəni, mən deyirəm ki, mənə insanlar baxır. Mən YouTube çəkirəmsə, bala deyirəm özümə, çək olmasa belə elədi, bu qız saqqalı olmasa belə götür. Yəni, takla, hər gün bir şey düşünürəm, axırda 8 gündə orta video yoxdur. 8 gündə mən hər gün bir dənə şey fikirləşirəm. Axırda dedim, sən əvvəl bala otur, yandır işığı, pəncərəni aç, biraz hava çöldən işıq gəlsin, çək. Hər gün yeni şey fikirləsən, sən 40 ildə yeni tələyə otur, video çəkməyəcəksən. Sonra nə bilim, dedim, düzdür də, yəni bu özümə aid bir mövzunu seçim ki, insanlar da görürəm ki, tək mən deyirəm, düşünürəm, yəni belə perfeksionist. Yəni, hər gün mən belə bir şey anlayıram. Hər etdiyin seçim həyatını qurur. Mən 33 yaşımdayam. Mən elə seçimlər etmişəm ki, həyatımı yaxşı tərəfdən də düzəldib. Yəni, necə düzəldib? Yəni, dəyişib. Elə seçimlər də var ki, məni nə qədər geriyə atıb. Yəni, bu normaldır. Bu, o demək deyil ki, mən o seçimlər etməli deyildim. Onu etməliydim ki, öyrənim. Yəni, hər gün kiçik addımlarla irəli get. Düşünürəm ki, bu qısa müddətdə bura qədər baxmısansa, həqiqətən çox sağ ol, əziz dost. Səndən rica edim, balaca. Mən, monetizasiya yoxdur mənim kanalımda. Mən, kanalım pullu deyil. Mənim yeganə istəyim odur ki, hamıdan. Mənə abunə olsunlar, mənə elə dəstək olsunlar. Yəni, mən sırf finansal tərəfinə köklənməmişəm. Kanalım. Yəni, mən zaten bunu açanda düşünürüm ki, mən insanlara necə fayda verim. Mətər edim ki, mən nəyəsə paylaşım, çəkdiyim yoldan da. Ki, insanlar da, mən çünki özüm onu keçdiyim yolda yox idi mənim heç bir dostum. Valideynlərim, anam başqa ölkədə, yəni mən başqa ölkədəyəm, anam Azərbaycanda, emosional heç bir mənim dəstəyim yox idi. Və mən düşündüm ki, niyyətim də elədim ki, Allahım deyirəm, qoy bu lazım insanlara toxunsun da, yəni kimsə bəlkə nəsə götürər mənim həyatımdan və yaxud da ki, dediklərim sözlərdə. Ona görə sizin dəstəyiniz bəyəndi düyməsini basmaqla, videonun sonuna qədər izləməklə, odur ki, YouTube mənim kanalımı irəli sürəcək, o da lazım olan insanlara yenə çatacaq. Yəni, məqsəd budur. Məqsəd o deyil ki, mən yığım 10 milyon baxış, oradan mənə nə qədərsə pul gələcək. Şər yaz, yəni sənin həyatında belə bir şey olubsa, ki olub 100%, şər yaz. Sən nəyi bugün sabah edəcəm deyib uzadırsan, o da mənim maraq olardı oxumaq üçün. Və inşallah da növbəti videonu sabah paylaşaram, inşallah deyirəm, çünki paylaşmalıyım. Hər gün nəsə bir şey, perfeksionizm ortaya çıxarır və motivasiya, bugün motivasiya yoxdur deyim, axırda oturub çəkdim. Alındı, bilməm necə alındı, siz dəyərləndirin. Özünüzə yaxşı baxın. Əsas odur, özünüzə yaxşı baxın. Növbəti videolarda görüşmək ümidi ilə. Sağ ol.